ötən həftə Patrik Andrade'nin Qarabağdan mümkün gedişi barədə xəbərlər çıxmağa başladı. Məncə bu xəbərlərin real ola bilər. Nəyə görə? Patrik Andrade'də sanki biraz küskünlük var. Romao olarkən komandanın ideal 11-liyində dayaq zonasında oynayırdı Yankoviç və Romao. Artıq Romao yoxdur. Və Romao olmayandan sonra da, onun gelişindən sonra da Patrik Andrade ehtiyatlı qalır. Çünki Qurbanov Benziyanı arxaya çəkib. Benziyanın müqaviləsi bitir və danışıqlar gedir. Əgər mən elə anlayıram ki, Benziya ilə müqavilə artırılsa, artıq gələn mövsüm Qurbanov ona elə dayaq zonasında düşünür Benziyanı. Belə də Patrik Andrade ilə müqaviləsi bitir. O, məsələn, qalmaya bilər Qarabağ. Nəyə görə? Qəbul eləmir ki, başqa mövqeyin oyuncusu geriyə çəkilir, mən mövqeyimdə oynayır və mən yenə də Romao gedəndən sonra belə ehtiyatda qalıram. O baxımdan, əgər Benziya müqaviləsini artırarsa, Patrik Andrade komandadan gedə bilər. Yəni, mən bu variantı istisna etmirəm. Hər bir futbolçu öz seçimində azaddır, hərən öz baxışı var, futbola da, hadisələrə də, yaşananlara da. Amma bugün bir reallığı da qəbul etməlidir ki, Patrik Andrade yaşlı futbolçudur. Və Qarabağdan bir dəfə gedib də bunun acı nəticələrini görmüşdü. Biraz növbəti mövsüm reallıqlar dəyişir. Çünki Premier Liqada legioner limiti olmasa, artıq Patrik Andrade ən azı Premier Liqa maçlarında davamlı oynaya biləcək. O ki, qaldı Benziyanın Avrokuboklarda, ümumiyyətlə komandada o dayaq yarım müdafiəçisi mövqeyində oynaya bilməyəcəyinə, yəqin ki, Avrokubok maçlarında bunu daha yaxşı anlayarıq. Çünki əvvəlki verilişlərdə də sən də mən də danışdıq ki, sırf daha səviyyəli rəqiblərlə, Avropada olan o təzyiqlə, Benziya kimi ləng, topla biraz daha rahat rəftar eləməyə alışan futbolçunun çevrilib oyun qurmağa çətin görünür. Hətta mən deyərdim ki, Patrik Andrade getsə belə həmin zonaya çox yaxşı bir legioner gətirmək lazımdır. Benziyanın davamlı orada oynayıb oynamayacağı suallar doğurur. İkincisi, ola bilər ki, oyunların gedişində, Avrokuboklarda vəziyyətdən asılı olaraq Qurbanov Kadinin özünü də cinaha çəkə bilər. Müəyyən rotasiyalar ola bilər, zədəlisi var, cəzalısı var. Bir mövsümü 11 oyunçu ilə heç bir məşqçi arta bilmir. Bunu yəqin ki, Andrade də anlamalıdır. Əgər içində bir küskünlük varsa, artıq tək oynayıb oynamamaq yox, ümumən ona yanaşmadan, münasibətdən narazı qalıbsa, ola bilər ki, geçsin.